Salam, hörmətli müəllimlər, müdavimlərimiz və abituriyentlərimiz. Bugünkü izah edəcəyimiz mövzu Amerika Birləşmiş Ştatlarının yaranması mövzusudur. Sizə məlum olduğu kimi, artıq 17-ci əsrin əvvəllərindən başlayaraq ingilislər Şimali Amerikanın şərq sahillərində, əsasən də Atlantik Okean sahillərində ilk ingilis koloniyasını, yəni məskənini yaratdılar. Məskən Virginia idi və 1607-ci ildə əsası qoyulmuşdu. Sonraki dövrlərdə digər Avropa ölkələrindən fərqli olaraq İngiltərədən köçüb gələnlərin sayı daha sürətli artdı. Və bura gələnlərin əksəriyyəti torpaqsız kəndlilər, eyni zamanda dini təqiblərə məruz qalan insanlar idi. Bir müddət sonra artıq İngilis koloniyalarının sayı 13-ə çatırdı və bunlar birlikdə Yeni İngiltərə adlandırılırdı. İngilis məskənlərinin salındığı ərazilərin yerli əhalisi hindular idi. Onlara qızıldərilər də deyilirdi. İlk vaxtlar gəlmələrlə hindu əhali arasında dinc münasibətlər mövcud idi. Qəbilə icması halında yaşayan hindular ovçuluq və müəyyən qədər də əkinçiliklə məşğul olurdular. Tütün və qarğıdalı becərilməsini gəlmələr hindulardan öyrənmişdi. Gəlmələrin hinduların torpaqlarını zəbt etməsi və materikin içərilərinə doğru irəliləməsi onların arasındakı münasibətləri korladı. İngilis müstəmləkəçiləri artıq yerli əhali ilə amansız rəftar edirdi. Müxtəlif qəbilələrdən ibarət hinduların arasında birliyin olmamasından məharətlə istifadə edən müstəmləkəçilər bəzi qəbilələri bir-birinə qarşı qoyub onların güclərini zəiflədirdilər. Eyni zamanda hinduların əlində odlu silahın olmaması da onların məğlubiyyətinə səbəb olurdu. Nəticədə hinduların böyük bir hissəsi məhv edildi, yerdə qalanı isə qərb torpaqlarına doğru sıxışdırıldı. Koloniyalarda təkcə ingilislər deyil, eyni zamanda almanlar, fransızlar, portuqallar, ispanlar, hollandlar da məskunlaşırdılar. Avropada baş verən müharibələr, zülm, yoxsulluqdan xilas olmaq istəyən minlərlə insan Amerikaya axışdığına görə sürətlə burada əhalinin sayı artmağa başladı. Əlbəttə ki, koloniyaların hamısında təbii şərait eyni deyildi. Nəticədə bu özünün iqtisadi inkişafda da göstərdi. Şimal torpaqlarının münbit olmaması, qışın uzun sürməsi əkinciliklə məşğul olmağı çətinləşdirirdi. Nəticədə köçkünlər toxuculuq emalatxanaları açır, ağac emalı müəssisələri təşkil edir, müxtəlif istehsal sahələri üzrə manufakturalar yaradırdılar. Muzlu əməyin tətbiqi kapitalizm münasibətlərinin inkişafını sürətləndirdi. Ticarətin inkişafı nəticəsində Boston, Şimali Amerikanın ən böyük limanına çevrildi. Cənub koloniyalarında vəziyyət tamamilə fərqli idi. Torpaq sahibləri çəltik, tütün, qarğıdalı yetişdirir və nəticədə geniş plantasiyalar salırdılar. Plantasiya sahibləri öz təsərrüfatlarında əsasən qul əməyindən istifadə edirdilər. Lakin hinduları qula çevirmək çətin idi. Buna görə də Afrikadan qaradəri insanları zorla gətirib qul kimi işlədirdilər. Amerikaya ilk qaradərili Afrikalı 1619-cu ildə Hollandiya gəmisi ilə gətirildi. Gəlirli sahə kimi qul alveri getdikcə daha da genişləndi. Nəticədə İngiltərə Amerikadakı müstəmləkələrdən çox böyük gəlir əldə etməyə başladı. İngilis kralı burada feodal qaydalarının tətbiq olunmasında maraqlı idi. Əslində, koloniyalarda müstəqil fəaliyyət göstərən qanunverici orqanlar var idi. Artıq 18-ci əsrin ortalarına doğru koloniyanın əhalisi özünü ayrıca xalq kimi dərk edirdi. Koloniyaların hər birinin öz hökuməti var idi. Koloniyalar kralın təyin etdiyi qubernatorlar tərəfindən idarə olunurdu. Hər bir koloniyada məclis fəaliyyət göstərirdi. Məclis daxili qanunlar qəbul edir, vergiləri müəyyənləşdirir. Yalnız qubernator məclisin qərarlarını ləğv etmək səlahiyyətinə malik idi. Koloniyalar arasında əlaqə genişləndikcə əhali bir-birinə qaynayıb qarışır və yeni bir xalqı, Amerika xalqını formalaşdırırdı. Buradakı əhali bir çox sahələrdə müstəqilliyə malik olsa da, Britaniya təbəəsi olaraq qalırdı. İngiltərə dövləti kolonistlərə, yəni koloniyaların sakinlərinə bir çox qadağalar qoymuşdular. Qərbə doğru köçə bilməzdilər. Müstəmləkələrdə dəmir məmulatlarının hazırlanması və parça toxunması da qadağan olunmuşdu. Onlar hazır şəkildə İngiltərədən gətirilməli idi. İngilis tacirləri maraqlarına
Uyğun olaraq koloniyaların başqa dövlətlərlə ticarətinə icazə verilmirdi. Və idxal olunan fransız, Holland mallarına yüksək vergi ödənilməli idi. İngiltərə koloniyalardan xam malları ucuz qiymətə alır, burada sənaye məhsullarını satırdı. Lakin İngiltərə hökumətinin müxtəlif məhdudiyyətlərindən baxmayaraq ticarət inkişaf edirdi. 1765-ci ildə İngiltərə parlamenti koloniyalara qarşı möhür qanunu qəbul etdi. Qanuna görə əhali çəp məhsullarına rəsmi möhür vurmaq üçün vergi ödəməli idi. Koloniyaların təmsilçilərinin iştirakı ilə keçirilən müşavirədə İngilis mallarının boykot edilməsi qərara alındı. Nəticədə 1773-cü ildə Oshind şirkətinin çayla yüklənmiş gəmiləri Boston limanına yaxınlaşdı. Boykotu pozmaq üçün çay ucuz qiymətə əhaliyə satılmalı idi. Buna etiraz edənlər Hindu geyimində olan bir qrup fəal gəmilərə hücum edərək çay yeşiklərini körfəzə boşaltdı. Boston çay qonaqlığı adını almış hadisədən sonra İngiltərə hökuməti Boston limanını bağladı. 1775-ci ildə koloniyalar İngiltərənin müstəmləkəçilik siyasəti əleyhinə üsyana başladılar. Müstəmləkələrin nümayəndələrinin iştirakı ilə Filadelfiyada konqres keçirildi. Konqres George Washingtonu azadlıq ordusunun komandanı təyin etdi. Beləliklə, koloniyaların azadlıq uğrunda mübarizəsi başladı. 1776-cı il 4 iyul tarixində Thomas Jeffersonun yazdığı İstiqlaliyyət bəyannaməsi elan edildi. Bəyannamə İngiltərənin Şimali Amerikadakı müstəmləkələrinin müstəqilliyini elan etdi. Bəyannamədə deyilirdi: bütün insanlar bərabər yaranmışdır, xalq işğalçıları devirmək və öz hökumətini yaratmaq hüququna malikdir. Beləliklə, bəyannamədə xalq hakimiyyətinin mənbəyi elan olunsa da, qulların və hinduların hüquqları nəzərə alınmadı və 4 iyul Amerika tarixinə İstiqlaliyyət günü kimi daxil oldu. Müharibənin gedişatında bir neçə amil Amerikalıların qalib gəlməsinə əsas təsir etdi. Birinci növbədə Amerikalıların döyüş motivasiyası ingilislərinkindən qat-qat üstün idi. Çünki onlar Amerikanı öz vətənləri hesab edirdilər və vətənləri uğrunda mübarizə aparırdılar. İkinci, Amerikalılar partisan müharibəsi taktikası tərtib edir, yandırılmış torpaq taktikasından istifadə edib İngilis ordusunu əməlli zəiflətdilər. Üçüncü, müharibəni İngiltərədən uzaqda aparmaq İngiltərəyə olduqca baha başa gəlirdi. Nəticədə bir neçə il sonra artan vergilərdən narazı olan İngiltərə əhalisi müharibənin dayandırılmasını tələb etməyə başladı. Həmçinin Amerikalılar İngiltərəyə qarşı tərk döyüşmürdülər. Fransa rəqibi olan İngiltərəni zəiflətməyə çalışdığı üçün müharibənin əvvəlindən üsyançıları silah və pulla təmin edirdi. Fransız zabitləri, əskərləri ABŞ ordusunda xidmət edirdilər. İspaniya və Hollandiyada Amerikaya kömək edirdi. 1777-ci ildə Saratoga yaxınlığında baş verən döyüşdə İngilis ordusu məğlubiyyətə uğradı. Nəticədə Amerika Birləşmiş Ştatlarının beynəlxalq nüfuzu xeyli artdı. ABŞ İngiltərənin köhnə rəqibləri Fransa və İspaniya ilə ittifaqa girdi. Benjamin Franklin Konqres tərəfindən Parisə göndərildi. Və İngiltərənin zəifləməsinə nail olmaq məqsədi ilə Fransa ABŞ-ın müstəqilliyini tanıdı. Hətta ittifaq və ticarət sazişi bağlayaraq borc verdi. Amerikaya fransız qoşunları, hərbi gəmiləri və silahları göndərildi. Eyni zamanda İspan donanmaları İngilis gəmilərini basqın etməyə başladılar. Nəticədə İngiltərə qüvvələri parçalandı. Müharibənin gedişatında İngiltərə özünə müttəfiq tapa bilmədi. Başlıca qüvvələri 1781-ci ildə Yorktown yaxınlığında mühasirəyə alındı və qoşunları təslim oldu. Bu qələbə Amerikanın müharibə taleyini həll etdi. Artıq İngiltərənin müharibəni davam etdirməyə gücü qalmamışdı. Və Yorktown döyüşündə İngilis qüvvələrinin tələyə salınması nəticəsində artıq İngilis qoşunu təslim edildi. 1783-cü ildə Parisdə sülh müqaviləsi ilə İngiltərə Amerikanın müstəqilliyini tanıdı. Müqavilənin şərtlərinə görə Allegan dağlarından Mississippi çayına qədər olan ərazilər Amerika Birləşmiş Ştatlarının sərhədlərinə daxil edildi. Kanada isə İngiltərənin müstəmləkəsi olaraq qalırdı.
Artıq Amerikada 13 İngilis koloniyası müstəqillik əldə etmişdi. Əvvəlki koloniyalar artıq dövlətlər hesab olunurdu. Müstəqilliklərini elan etdikdən biraz sonra vahid mərkəzi hökumətə ehtiyac yarandı. Ona görə də 1787-ci ildə Amerika Birləşmiş Ştatlarının konstitusiyası qəbul edilir. Amerikanın konstitusiyası ilə dövlətin idarəetmə forması və quruluşu müəyyənləşdirildi. ABŞ Federativ Respublika oldu. Hakimiyyət 3 qola bölündü. Qanunverici hakimiyyət Konqresə məxsus idi. Konqres 2 palatadan ibarət idi. Yuxarı palata Senat, aşağı palata isə Nümayəndələr Palatası adlanırdı. Hər ştatdan Senata 2 nəfər senator göndərilirdi. Nümayəndələr Palatasının üzvləri isə xalq tərəfindən seçilirdi. İkinci qol olan icra edici hakimiyyətin başında 4 ildən bir seçilən prezident dururdu. Qanunların icrası, xarici siyasətə nəzarət, hərbi qüvvələrə komandanlıq, ali məmurların təyin olunması onun səlahiyyətində idi. Prezident qanunlar üzərinə veto qoya bilərdi. Amerikanın ilk prezidenti 1789-cu ildə George Washington seçildi. Üçüncü qol hesab olunan məhkəmə sistemi Ali Məhkəmənin rəhbərliyi altında formalaşdırıldı. Hakimlər Senatın təsdiqi ilə prezident tərəfindən ömürlük təyin olunurdu. Ali Məhkəmə qanunların konstitusiyaya uyğunluğuna nəzarət edir. Onu da qeyd eləyək ki, Amerikada bölünmüş 3 qol hər birinin digərlərinin işini yoxlamaq səlahiyyətləri var idi. Və ABŞ konstitusiyası Avropa monarxiyalarındakı qaydalara nisbətən irəliyə doğru böyük bir addım idi. Bununla yanaşı, onun bəzi məhdud cəhətləri var idi. Məsələn, konstitusiyada seçki hüququ göstərilmirdi. Bu, ştatların daxili qanunvericiliyə müəyyən olunurdu. Demək olar ki, bütün ştatlarda seçki hüququ almaq üçün müəyyən mülkiyyətə sahib olmaq lazım gəlirdi. Qadınlar, qullar, hindular və ağ dərili əhalinin aşağı təbəqələri səsvermə hüququna məhrum edilmişdi. 1791-ci ildə konstitusiyaya hüquqlar haqqında bil adlanan 10 düzəliş əlavə edildi. Bu düzəlişlər söz, mətbuat, toplaşmaq, din azadlığı, mülkiyyət hüquqlarının qorunmasına zəmanət verirdi. Məhkəmənin hökmü olmadan axtarış və həbslər qadağan edilmişdi. Şimali Amerikada istiqlaliyyət müharibəsi böyük beynəlxalq əhəmiyyəti var idi. Demokratiya quruluşunun monarxiya, müstəmləkə zülmü üzərində böyük qələbəsi idi. Yeni dünyada iri müstəqil dövlətin yaranması Avropada inqilabi hərəkata təsir göstərdi. Xalqın hakimiyyətin yeganə mənbəyi olması və hakimiyyət bölgüsünün aparılması, hüquqi demokratik dövlətin yaradılması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük addım oldu. Teşekkür ederim.